P elementi. P. Aha. İkinciyə baxaq. 3D 5 verib, 4S2 verib. Burada siz bilirsiniz də, dolma arıcılığı belə idi. 1S2, 2S2, 2P6, 3S2, 3P6, sonra 4S2, 4S2, sonra 3D10. Axırda 4P6 gəlirdi də. Siz bilirsiniz ki, 4S2 birinci dolur, sonra 3D'yə keçir. Yəni bunun 4S2 dolub, axırıncı elektron 3D'də oturub. Aydındır Nuray? Axırıncı elektron 3D-də oturub deyən bu D elementidir. D elementidir. Sonra üçüncü verib 3S1. 3S1-in axırıncı elektronu S-də oturub deyən bu S elementidir. Dördüncüdə də diqqətli olaq Aygül. 3D10, 4S2 verib. Aha. İndi yenə axırıncı elektron harda oturub? D-da. Bəli, düz vermişsən Aygül. Elə olacaq D. Yaxşı. Amma bunu Aygül sənə çaşdırıb belə də verə bilərdi. Bax 5-ci yazıram altdan. Buna diqqətlə qulaq as. Verərdi Aygül 3D10, 4S2, bir də 4P1. Bunun artıq 3D10-u 4S2-si dolub, 3D10-u dolub, 4P-də oturub deyən P olacaqdı. Yaxşı. Elə bildim səni çaşdırmaq istəyir. Gördüm, yox. Eləcə 4S2, 3D10 veribsən. Deməli, axırıncı elektron harda oturub Nuray? D-də oturub, bu da olur D elementi. Nə olur Zəhra? D elementi. Və yadınızda saxlayın, S və P-lər əsas qruppada olur, yəni əsas qrupa sayılır. Binanın çökən hissəsi, yəni Mendeleyev cədvəlində sizə göstərmişdim də, bax belə gəlir Mendeleyev cədvəli. Sonra başlayır çökəklər, elə deyil, gözünüzün qabağına gətirin, sonra yenə 3-cü, 4-cü qrup belə-belə gedir də, fikir veribsiniz. Bu aşağı olan hissələr, mən demişdim ki, nə idi? Zəhra, B, yuxarı olanların hamısı A idi. 1A, 2A, 3A, 4A, belə-belə gedirdi də. O aşağı düşənlər əlavələr idi və əlavələrin hamısının axırıncı elektron D-də oturur. Yəni, nə yadda saxlayırsınız? S ilə P ilə qurtaran SP elementləri A qrupudur, əsasdır. D olanlar isə B qrupudur, əlavə. Səndən istəyir, Nuray, əsas yarım qrup elementlərini. Yəni, sən nəyləri seçməlisən, Nuray? 3D seçməliyim, bir də S. D olanlar əlavədir. Əlavədir. P və S seç. P Aha. və S. Birinci də, bax, birincini seçəsən, çünki P-dır da. Bax, birinciyə plus qoyuram. Bir də üçüncüyə, çünki 2 ilə 4 D-dır. Aydındır? Zəhra başa düşdün? Aygül başa düşdünüz? Bəli, müəllim. Aha. Aygül nə başa düşdün? Mən başa düşdüm ki, A qrupları 1-2-dir, B qrupları da aşağıda olanlardır. A qrupları yəni yuxarıda yerləşənlərdir, B qrupları da aşağı yerləşənlərdir. Buradan nə başa düşək? Heç Mendeleyev cədvəli yoxdur məsələn. Sən hardan biləsən ki, 1, 2, 3, 4 hansı adı hansı B-dir? Bunu hardan biləsən, Aygül? Əgər S və P ilə... Yəni D ilə olanlar eləmi? Bunlar yəni B elementləridir. Amma məsələn SP elementləri olsa, bunlar A elementlərdir, yəni A qrupuna aiddir. İndi məsələn ikinci hansına aiddir? İkinci müəllim B qrupuna. B qrupuna. Niyə Nuray? Çünki orada D var. Arsal D ilə qurtarıb. Dördüncü də eyni formada. Zəhra, sən də başa düşdün? Müəllim. Aha. Sonra baxaq 14 nömrəli tapşırıq. Zəhra 13 kimi oxu, Nuray oxudu. 14-ü sən oxu Zəhra. 3 mol CO2 molekulunda elektronların ümumi sayını hesablayın. C6O8. Mən əvvəlcə hamısını açmışam. C6-yı açmışam. 1S2, 2S2, 2P2. Sonra mən oksigəndə 8 idi. Burada da 2 idi. 2-yi 8-ə vurmuşam. 16 yazmışam. Onu da açanda mənim 1S2, 2S2, 2P6, 3S2, 3P4. Mən bunların da ümumi elektron sayını toplayanda 22. Tamam, bu sənin üsulundur. Aygül, sən nə edərdin? Nuray fikrin var? Aygül və Nuray. Müəllimə 14 deyirsiniz. Aha. 13. 14-ü. Sən 14-ü oxudun. Zəhra 14-dür. 6 ilə 8. Nuray, nə edərsən? Aygül fikirləş, sənin də fikrini soruşacağam. 6 ilə 8-i toplayarıq. Tamam, bu da sənin fikrində. Aygül, fikrin var?
Aygül deyən dərsdən çıxdı. Burdasan Aygül? Mənim buradayam. Səsi bağlamışdım. Mənim burada Co2-dir, o 8. Burada O-dan 2 dənə veribdi. Onun elektron sayı 16 dənə olacaq. Sonra Olacaq. Sonra C6 da elə 6 dənə də karbonda olacaq. sonra nə edək? Sonra da onları toplayıb 3-ə vuracaq. Toplayırıq. Neçə eləyir toplayanda? 16, 22-yi də 3-ə vuracaq. 22-ni də çağıracaq. Zəhra, sən bilirsən nə eləmsən? Sağ əlindən sol qulağını qaşımısan. Sən bunu niyə atırsan ki? Hazır altda verib də. Bax, karbon verib CO2. Elə deyilmi Zəhra? Karbonun bir dənəsində 6 dənə elektronun var. Oksigenin bir dənəsində 8 dənə elektronun var. 8 dəfə 2 neçə eləyir? 16. Bunları topladın 22 elədimi? 22 dənə elektron. Açmaq heç sənə belə deyəsən 22-ni bir də oturub elə bil açıbsan, üstlərini təzədən toplayıbsan. Açmaq yəni vaxt ikisidir də, ehtiyacı olmayan bir şeydir. 22-ni tapdın. Bir dənə CO2-də 22 dənədirsə, Nuray diqqətlə qulaq as, 3 dənə CO2-də 3 vur 22 olur. Aydın oldu Zəhra sənə də təzədən. Bura eləyir neçə? 6, bu da eləyir 66. Aydındır? Hə, mən bildim. Nuray başa düşdün Nuray? Bəli. Aygül oxu 15-i. Hansı element atomlarında normal halda bütün elektronlar cütləşmişdir. Aygül sən Burada kameranı en açıq yedi qoy da ve- zəhmət olmasa. Yaxşı Aygül. Müəllim. Sənin elə bir fikrin tez-tez Açdım mən. dağılır. Hə. Mən görüm ki, sən nə ilə məşğulsan. Müəllim, Aha. hansı element atomlarında normal halda bütün elektronlar cütləşmişdir? N7, 1s2, 2s2, 2p3. Aha. Bax bunu açdım. Deyir ki, bütün elektronlar cütləşmişdir. Səncə bunların hamısı cütləşib? Hə, Aygül. Xeyr, müəllim, P3-də hamısı cütləşməyib. Elə bil P3-də heç biri cütləşməyib. Bəli, deməli Müəllim, P3-də heç biri cütləşməyib. Aysa. Nuray eşidirsən mən. Bax sənin buralarda boşluğun var idi. Sənə tapşırdım ki, kitabdan oxu. Oxumusan təzədən? Dedik ki, mövzuları S-də bir xana olur, aşağı-yuxarı elektron. Yenə S-də bir xana olur, aşağı-yuxarı elektron. aşağı elektron. P-də neçə xana olur? P'də 3 dənə olur, aşağı P'də 3 dənə olur, ikisində aşağı yuxarı elektron olur, birində olmur. Yox, bax burasını səhv dedin. Belə yazsan, Üçündə belə yazmaq olmaz yaxşı. Bizim qanunlarımız var ki, kitabda da var onlar. Tək-tək olmalıdır. Yaxşı Nuray. Elə götürsən səhv götürəcəklər. 3 dənə təkdir, aydındır. Səndən istəyir ki, bütün elektronlar cütləşsin. Bu getdi, cütləşməyib. İkincini də görüm Aygül. İkincidə O8 müəllim. 1s2, 2s2, 2p4. Burada da hamısı cütləşməyib müəllim. Çünki 2p4-də biri cütləşib, ikisi cütləşməyibdir. Bir dənə gözlə Aygül. 2p4-ü nədir Nuray? Belə doldura bilərəm səncə? 1, 2, 3, 4. Belə yaza bilərəm Nuray? Xeyr. Xeyr. Necə yazmalıyam? Xana çəkməliyik. Biri aşağı yuxarı elektron. Biri yuxarı, diğeri aşağı. Hamısını yuxarı eləyirsən, sonra 4 dənə dediyimə görə aşağı düşürəm. Yaxşı, dördüncünü buradan çəkirəm. Və Aygül də deyir ki, müəllim, burada 2 dənəsi boşdur, cütləşməyib. Bizə deyir, hamısı cütləşsin, elə deyilmi Aygül? Hə, bu getdi. Bəli, müəllim. Sonra kalsiyum Aygül, üçüncünü də görək. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2. Aha, axırını yazdım. Ona qədər hamısının olsa cütləşə gəlib də. 4s2-də də bir xana çəkirəm Aygül. Yuxarı aşağı Hamısı elə. cütləşib müəllim. Burada Bəli. 3-dür. Bunu götürürəm. Sonra dördüncü. Yəni maqnezium 12, 1s2, 2s2, 1s2, 2s2, 2p6, 3s2. Aha, bunda hamısı cütləşmiş olacaq. Elə yuxarı aşağı cütləşib. Götürdüm. Sonra silisium 14. 3s2, 3p2. 3s2, 3p2 axırını yazdıq. P-dəkilər də ikisi də təkdir elə. Ona görə 3-dən 4-ə. Zəhra nə yazmışdın cavab olaraq? 4'ü.
3 ilə 4. 3 ilə 4 yoxsa təkcə 4-ü? 3 ilə 4-ü müəllim. Aysel, Zəhra sənə bir sual verirəm. Dünən izah elədim, görək yadda qalıbmı? Məsələn, hansı elementlər idi ki, Zəhra, onlarda elektron sıçraması var idi? Müəllimə deyim. Orada Yox. müəllim seçim. Hansılar? Zəhra. Biri cu idi. Aha. Mən o birisi də ca. Ca yox, xrom. Sıra nömrələri yadındadır, Zəhra? Yox anam. Agil yadındadır? Müəllim, yəni Cuda yəni 29 idi. Xromda da yəni Cırda 24 idi. Aha, amma Zəhra imtahanda nə edəcək? Sənə adını verməyəcək. Promo 29 açmağı tələb edəcək. Və sən orada artıq beynində qalmalı ki, 29 ilə 24 olan elementlərdə elektron sıçraması var. Səndən soruşa bilər ki, 29 olan elementin dövrünü, qrupunu tap. Necə tapasan? Sən artıq əzbər bilməlisən ki, 29-da bizim bildiyimiz 4s2, 3d9 olmur. Burada elektron sıçraması var deyə 4s1, 3d10 olur. Aydındır? Eyni zamanda xromda da bizim bildiyimiz 4s2, 3d4 olmur Zəhra. Olur nə? 4s1, 3d5. Aydındır? İndi məsələn, nəyə görə bu suallar Agil diqqətlə yanaşmalısınız bu suallara? Çünki 4s2, 3d9-a baxanda sənin burada tək elektronların sayı nə qədər olacaq Agil? Tək elektron sayı bir dənə. Bir dənə D-dəki olan elə. Bəs burada nə qədər olacaq? Burada da bir dənə. Bəli. Amma gəlin indi xroma baxaq. Xromda 4s2, 3d4 şəklində çəkəndə D-də neçə dənə xana olur Nuray? D-da neçə xana? 6. 5 xana. Tək 5 ədədlər. dənə müəllim, 5 dənə. 1, 2, 3, 4, 5. 5 xananın içərisinə 4 dənə elektron verib Zəhra. 1, 2, 3, 4. Sənin 4 dənə təkin var. Amma burada Aygül çox vaxt xroma aid bir sual düşür. Çünki sənin tək elektronların sayını istəyəcək. 3D5 oldu da. Yəni normal halından istisna sıçraması var axı bunun. 1, 2, 3, 4, 5. Tək elektronların sayı 6 dənə oldu. Aydındır? 4 dənə yox, 6 dənə olacaq cavab. Yəni belə Zəhra çaşdırıcı suallar verilir. Buyur Nuray. Müəllimə başa düşmədim. Sən bu hissədə qoşulmamısan yəqin. Biraz gec qoşuldun da. Bax belə bir qaydamız var. Normalda tutan deyirəm azot. Azotun 7 dənə elektronu var. Açanda necə atırsan Nuray? 1s2, 2s2, Aha. 2p3. 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 Yox, 7 olmalıdır. Bütün qaydalar belə gedir, amma istisna olaraq sıra nömrəsi 29 olan element, yəni mis və sıra nömrəsi 24 olan element, yəni xromda istisna bir hal var. Və bu testlərə falan düşür. Yəni olimpiyadaya düşür. Məktəb dərsliyində olmasa da olimpiyada və hətta deyəsən iş dəftərində var idi də qızlar. Ona görə mən sizə izah elədim. Dünən elə bir sual qarşımıza çıxdı Aygül. Elə bir sual Nuray qabağımıza çıxdı deyə mən uşaqlara izah elədim. Amma məktəb dərsliyində yoxdur bu bilgi. Diqqətli ol və qeyd elə. Misin normal açılışı necə olmalıdır Nuray? 29 açılır. 1s2, Aha. 1s2, 2s2, 2p6, Sonra 2p6, 3s2, Aha. 3p6, aha 4s2, Aha. 3d 9. İndi 4s2 9. yadında saxla 4s2-də 20 tamam olur. 20, bu da 9. Belə olmalıydı. Xromda da. Bax indi sən mənə qısa yolla de görüm 24-ü necə açaram? 4s2 3-də neçə olar? 3p6. Yox 4. 3-də 4, 3-də 4, elə deyilmi? Bax, bu qanunla belə olmalıydı, Nuray. Bizim öyrəndiyimiz qanunlara əsasən belə olmalıydı. Amma Zəhra da bayaq dedi ki, müəllim, bu elementlərdə elektron sıçraması var. Sıçraması var. Təkcə bu elementlərdə görəsən bu qaydanı və olimpiyadada necə düşür? Sənə deyəcək 24 olan elementi at. Sən artıq beynində tez canlandırmalısan ki, müəllim demişdi 24 ilə 29-da elektron sıçraması var. Yəni 4s2-dəki elektronun biri özünü 3d-ya tullayır. Olur bunun normalı, bax Nuray, normalı deyirəm. Yuxarıdakı kimi olmur. 4s1, 3d5 olur. D5. Yəni s2-dəki elektronun birini d-ya tullayır. Aydındır? Eyni qayda 29-da da var. 4s1, 3d neçə olacaq Nuray? 4.
4s1 3d10. Bir dənə artır da 9 idi, bir dənə artır olur 3d10. Aydındır? Bax, suallar necə olur? Tutalım deyəcək ki, sıra nömrəsi olimpiada sualı. Sıra nömrəsi 24 olan elementdə neçə tək elektron, yəni cütləşməmiş elektron var? Bunu bu qaydanı bilməyən uşaq nə edəcək? Bax, bu birinci halla açır. Deyir, hə, 4s2-də 1, 2, 2, burada 2 dənə elektron cütləşir. 3d4-də neçə dənə xana çəkməliyəm, Nuray? 3D-də 3 dənə. D-də 5 dənə. 5 dənə. 1, 2, 3, 4, 5 dənə xana çəkdim. 4 dənə də elektron vermişəm. Elektronları çəkirəm bir yuxarı. İkincinə Yuxarı, yuxarı. yuxarı. Aha. 4 dənə sənin cütləşməmiş elektronun olmalı idi. Amma mən nə dedim? Dedim xromla misdə, yəni 24 ilə 29-da Sıçrama baş verdiyi üçün. bəli, bax bu vəziyyətə düşür, yaxşımı? Onda da bax indi bunu mən aşağıdan sənin üçün açıram. 4s1-də bir xanaya bir elektron çəkirəm, Nuray. 3d5-də isə 5 dənə xanamızın içərisinə 1, 2, 3, 4, 5. 5 dənə xananın içərisinə 5 dənə elektron çəkirəm. 3d5 demişəm. 1, 2, 3, 4, 5. Tək elektronların sayı 6 dənə. 4s1-in bir dənəsi, 3d5-də 5-də 6 dənə tək cütləşməmiş elektron oldu. Yəni Zəhra xanım imtahanda əgər bu qaydanı unutsa, götürüb xromda 4 dənə cütləşməmiş yazacaq. Amma sən məsələn yadına sala bilsən 6 dənə götürəcəksən. Cavabda 6 dənə. Zəhra yadından çıxarma, yaxşı Zəhra. 24 və 29 rəqəmlərini. İmtahanınız yaxşı keçmədi, ballarınızı kəsəcəm ikinizin. Ona görə diqqətinizi fokuslayın, qulaq asın. Və testləri də diqqətinizi fokuslayın yazın Zəhra. Yaxşı? Sonra 16-cı sual. Deməli, birinci 13 kimi oxumuşdun Nuray. 16 Nuray oxu. Hansı ifadələr S elementləri üçün doğrudur? Yalnız metallardır. Bax, S elementləri nədir? S elementləri deyəndə axırı S-lə qurtaranlardır. Yəni NS1. Məsələn, 2S1, axırı 3S1 ola bilər, 4S1. Aydındır mı? S elementi o deməkdir ki, Çünki NS2 ola bilər, ona görə bu qayda səhvdir. Metal. dayan, Hansı Aygül. metal deyil? Aygül dayan, qoy Nuray oxusun, indi izah edirəm. Yox, səhv deyil. Bax, NS1 nə deməkdir? Məsələn, birinci qrup elementləri deməkdir. Mən sizə öyrətmişəm, o səhifəni göstərdim ki, Zəhra əzbərliyə elə deyilmi? Bir də NS2, yəni bu da S elementi sayılır da. Aygül, axı S-də oturacaq yenə. Bu da 2A, elə deyilmi? Deməli, mən də qayda öyrətmişdim ki, mən sizə qayda öyrədəndə nə dedim? Dedim ki, əzbərləyin qeyri-metalları. Göy rəngli yumruqlamışdım ha. Dedim, bax, bir A-da bir dənə Qeyri-metallara hidrogen aiddir. hidrogen, amma hidrogen istisna elementdir. Onu tam saymıram. Bax, hidrogen bəzi hallarda, Aygül, dərsdə demişdim, bilmirəm, yadındadır yoxsa yox. Gələcəkdə öyrənəcəksiniz. Özünü florgilə oxşadır, halogenlərə də oxşadır hidrogen. Yəni mən onu tam götürmürəm, aydınmı? O qeyri-metal. Amma qalan hansı? Bax, məsələn, hidrogen altında nə var? Litium, elə deyilmi? Natrium, kalium, rubidium. Bax, birinci qrup. Bir A-ya aid olanların hamısı nədir? Metaldır. İkinci qrupa baxırıq. İkinci qrupda nələr var idi? Nuray, yadında qalıb elementlərdən? İkinci qrupda Berelium, Berelium, magnezyum, aha, kalsiyum, stronsium. Bunları Zəhra əzbərləmək lazımdır bir hissəsini. Yaxşı, əsasən də əsas qrupları əzbərləyəsən. 1, 2, 3, 4, 5, 6, 7, 8 A-ları əzbərləmək lazımdır. Əsas qrupları. Alt-alta çünki sizə çox kömək olacaq. İndi deyək ki, bax, yazdım. 1 A və 2 A-nı yazdım. Axırı S-dən qurtaran. İndi gəlin görək, indi nə istəyir Aygül? Bax, deyir, yalnız metallardır. Aygül bayaq dedi, mən sözünü kəsdim ki, görək Nurayın fikrini soruşum. Nuray, bax, səncə S elementlərin hamısı metal olarmı? Bir də ən axırda uşaqlar, helium var 8 A-da. Zəhra, eşidirsən məni? 8 A-da helium var. Heliumun da axırı necə qurtarır? Heliumun neçə dənə elektronu var idi heliumun? 2 dənə elektronu var. O da olur 1, S, 2.
Helyum da S elementidir. Hidrogenin bir dənə elektronu var. O da 1s1-dir. Hər ikisi də Aygül S elementidir. Mənlə razısan? Hər ikisi də. Həm hidrogen, həm helyum S elementi. Bunlar istisna olmaqla bütün S elementləri metallardır. Əgər elə yazsaydı ki, hidrogen və helyum istisna olmaqla bütün S elementləri metallardır, mən düz götürərdim. Amma burada yazıb yalnız. Demək səhvdir. Aydındır? Zəhra, mənə təzədən izah elə biri. Müəllim, yalnız metaldır. Bu da hidrogenlə helyum istisnadır. Onlar qeyri-metaldılar, Və amma S qalanları elementidir metal. də. Elə S elementidir, amma qeyri-metallı deyən siyahımızı pozur. Sonra ikinci hissəsini oxu Nuray. İkinci hissəsi elektronların formulu NS1 və ya NS2 ilə bitir. Səncə düz olar yoxsa yox? Doğrudur. Bəli, çünki axırı S-lə qurtarmalıdır. Doğrudur bu. Üçüncünü oxu. Əsas yarım qrup elementlərdir. Bəli. Bəli, əsas. Çünki S-lə P ilə qurtaranlar əsas olurdu. Aydındır? Əsas. Olacaq Bəli. 2 və 3. Sonra 17-ni Zəhra oxuyacaq. Qruplar üzrə yuxarıdan aşağıya əvvəlcə Aha. birdədir, artır, atom radiusu artır, bir də metallıq xassəsi artır. Bunu izah etmək lazımdır Zəhra. Testdə yazdığın kimi demə. Qruplar üzrə Tamam, yuxarıdan mən- aşağı. Yuxarıdan aşağı getdikcə dairələr böyüyürdü, atom radiusu da böyüyürdü. Demə, Sonra gözlə Zəhra zəhmət olmasa qoy yavaş-yavaş mən də dedim səndən. Baxın, qruplar üzrə deyəndə Zəhra düz edir uşaqlar. Q hərfi yazırıq, yuxarıdan aşağı çəkirik. Məsələn deyirəm, bir A qrupunda olan, bayaq yazmışdıq, bir A'dan hansı elementlər var idi Nuray? Hidrogen, litium, natrium və s. elə kalium. İndi yoldaşımız Zəhra deyir ki, müəllim, aşağı düşəndə sanki qar adamı kimi nə olur Zəhra? Yumrular, yəni yumru nədir? Atom radiusları artır. Deməli, atom radiusu artır. 1-ə A yazıram. Sənə deyir, atom radiusu artır. Və həmişə yadda saxlayırdıq ki, radius artanda metallıqla nə edəcək Zəhra? Azalır. Nə edəcək Zəhra? metallıq azalır. Nə edəcək Aygül? Artır. Artır müəllim. Artır. Baxın, biz gələcəkdə bu mövzunu, bu qanunu biraz artıqlamasını öyrənəcəyik. Oksiləşdiricilik falan, qabaq hissələri deyəcək də. RAM sözü var. Deyəcək, aşağı düşəndə Zəhra, qruplar üzrə, yuxarıdan aşağı düşəndə RAM artır. RAM nədir? Reduksiya edicilik. Reduksiya edicilik. Gələcəkdə öyrənəcəksiniz bunu. Atomun radiusu, bax, radiusu yazıram. Atom radiusu. Bu da metallıqdır. Bax, oradan istəsən yadda saxlaya bilərsən. RAM, yəni metallıq da, atom radiusu da bir-birinə paralel gedir. Aşağı düşəndə radius artır deyə metallığın da nə edəcək Zəhra? Metallıq Zəhra eşitmədi. metallıq artar. Bəli, bax, yenə deyirəm Nuray. Aşağı düşdükcə radius artır. Yəni, qar adamın sanki həlqələri böyüyür də, aşağısı qar adamın daha geniş olur axı. Radius artanda yadda saxla, metallıq artır. RAM sözündən yadda saxlaya bilərsən. Reduksiya edicilik, atom radiusu və metallıq artır. B gedir bura. Qruplar üzrə yuxarıdan aşağıya gələndə metallıq xassəsi artır. Dövrlər üzrə soldan sağa gedəndə də qeyri-metallıq xassəsi artır. Bəli. Və yadda saxlayırıq ki, metallıq artanda qeyri-metallıq nə edir avtomatik olaraq? Azalır. Azalır. Elə Zəhra? Bəli. Aha. Bəs valent elektronların sayı, Zəhra bunu nə yazıbsan? Amma heç yazmamışam. Valent elektronlara Aygül nədir? Valent elektronları. Müəllim S elektronları. Yox. Valent elektronları uşaqlar yadınızda saxlayın ki, sonuncu yazırdıq. Amma məsələn biz yazırıq 3s2, 3p1 məsələn yazıram, eləmi? Aygül. Axırıncı yazırdıq xarici Bəli. təbəqəsi. Xarici təbəqəsində uşaqlar yadda saxlayın. Neçə elektron varsa, Nuray diqqətlə yadda saxla. Xarici təbəqədə neçə elektron varsa, bu onun valent elektronudur. Yəni ki, uşaqlar, valent elektronu dedikdə
Bax, məsələn, bir dənə nümunəni sizə göstərim, sonra sualımıza geri qayıdırıq. Yaxşı, Zəhra? Bax, məsələn, deyirəm alüminium. Alüminium 13 dənə elektronu var. Sən bu 13-ü açırsan, 1s2, 2s2, 2p6, bir də 3s2. Zəhra deyən də Mən deməliyim. Hə, sənin Zəliqə sualındır. müəllim Hə. 1. 3p1. Aha. Bunun axırıncı təbəqəsi nə olur? 3s2, 3p1. Elə, Zəhra? Bunun valent elektronu 3-dür. Bəli, valent elektronu yadınızda saxlayın ki, həmişə qrupun nömrəsinə bərabər olacaq. Nəyə bərabər olacaq Aygül? Aygül nəyə bərabər 3A olacaq? 3A qrupuna müəllim. Deyirəm, valent elektronların sayı həmişə nəyə bərabər olur? Qrupun nömrəsinə. Valent elektronların sayı qrupun nömrəsinə bərabər olur. Yaxşı? Zəhra başa düşdün? Yəni, bax, bunun üçüncü qrup olduğunu üstlərini toplamaqla təyin elədim. Bu, onun həm də valent elektronlarını göstərir. İndi, Zəhra, valent elektronların sayı qruplar üzrə yuxarıdan aşağıya düşdüksə, dəyişər yoxsa yox? Dəyişməz. Niyə Aygül dəyişmir? Çünki mən dedim ki, bax, birinci qrupda bunun valent elektronu NS1 ilə qurtaracaq. İstəyir litiumun, istəyir natriumun, istəyir kaliumun qruplar üzrə qrupun nömrəsi dəyişmədiyi üçün, Aygül eşidirsən? Qruplar üzrə qrupun nömrəsi dəyişmədiyi üçün valent elektronların sayı da dəyişmir. Gedir bura. Başa düşdünüz? Müəllimə nə dəyişmədiyi üçün? Qruplar üzrə, yəni yuxarıdan aşağı düşəndə, Nuray, yuxarıdan aşağı düşəndə qrup nömrəsi dəyişmədiyi üçün. Bax, məsələn, üstünə təpəsinə yazmışam 1A. Qrupun nömrəsi sabit qaldığı üçün, yəni axırları NS1 ilə qurtarır da birinci qrupun. Onların valent elektronu sayı dəyişmir. Məsələn, Nuray 3A qrupuna, görüm niyə yazmır uçqam? Hə, 3A qrupuna aiddir bor, alüminium, qalyum və s. indium, talyum. Bax, bunların da hamısının axırı Nuray NS2, NP1 ilə qurtarır. Yəni, bunların valent elektronları 3-ə bərabər, qrupun nömrəsinə bərabər olur. Hamısının içində eyni olur. Yəni, valent elektronların sayı yuxarıdan aşağı düşəndə dəyişməyəcək. Başa düşdün? Bəli. Müəllimə başa düşdüm.